Salam, mən Səlimova Əsmər. Bugün sizlərə informasiyanın kodlaşdırılmasına aid bir neçə məsələnin həllini izahına baxacağam. Başlayaq sual 1-dən. Dırnağın içərisində lesson altdan xətt pro ifadəsini soruşur. Bizdən neçə bayt informasiya miqdarına malikdir deyir. Biz bilməliyik ki, dırnaq burada nəzərə alınmır. Biz bilməliyik ki, hər bir simvol, hər bir hərf kompüterin yaddaşında bir bayt informasiya miqdarına malikdir. Həmçinin burada durğu işarəsi, boşluqlar da daxildir. Deməli, gəlin başlayaq saymaqdan. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, hər bir simvolumuz, deməli burada 10 simvol var. Və hər bir simvolumuz da 1 bayt həcmə malik olduğu üçün düzgün cavab variantı 10 bayt edir. Bu da B bəndindədir. İkinci növbəti sual. Qatarın mümkün 25 yolun 5-cisində dayanması halı neçə bit informasiyadır? Burada istər birinci, istər ikinci, istər üçüncü, dördüncü və beşinci hansı sırada dayanmağından asılı olmayaraq biz orada bit sayını bilməliyik ki, neçə bit təşkil eləyir və hamısı eyni bit həcmə malik olur. Eyni bit həcmə malik olur. 25 mümkün yoldur. 25 mümkün yol dediyinə görə biz 2-nin qüvvətləri içərisindən elə düşünməliyik ki, yəni özü və özündən yuxarı olsun, özündən aşağını təşkil edəməsin. Və 2 üstü 1, 2, baxırıq ki, 25-dən kiçikdir. 2 üstü 2, 4, 2 üstü 3, 8, 2 üstü 4, 16, baxırıq ki, hələ də 25-dən kiçikdir və 2 üstü 5 bərabərdir 32. Biz 32-nin içərisində 25-i axtarsaq, bu da bizə nə qədər verəcək? 5 bit informasiya verəcək. Yəni, deməli, hər bir yol 5 bit informasiya həcminə malikdir. Biz də bunu belə yazsaq açığı, yəni 2 üstü 4 ilə 2 üstü 5-in, yəni 16 ilə 25, 16 ilə 32-nin arasındadır. Və bizə də 32-ni verən neçə bitdir? Burada yazdıq 5 bit. Düzgün cavab variantı C bəndidir. Növbəti üçüncü sual. 7 ikilik vahidlə kodlaşdırıla bilən ədədlərin maksimal sayı neçə olar? Maksimal sayı ümumiyyətcə əlifbanın gücü desə, maksimal sayı desə, bunun üçün bizim bir köməkçi düsturumuz var. N bərabərdir 2 üstü i düsturu. Biz buna Hartley düsturu da deyirik. Hartley düsturu. Burada i hər biri bir bit informasiya həcminə malikdir. Yəni i'sin neçə bit olduğunu təşkil olunmalıdır ki, biz ümumi maksimal sayını buradan tapa bilək. Və buradan da 7 ikilik vahidlə dediyi üçün, yəni eynimizi soruşur. 2 üstü 7. O da bərabərdir 128 maksimal deməli ədəd sayı soruşur bizdən. Bunu da verən A variantıdır. Üçüncü variant, dördüncü sual daha doğrusu. Gördüyünüz kimi dırnaq içərisində müxtəlif hərflərdən təşkil olunmuş, hətta böyük, kiçik ifadəsinin kodlaşdırıla biləcəyi ən minimal əlifbada bir simvolun informasiya həcmi neçə bit olar soruşur. Bunun hər birini saymaq lazım deyil. Çünki baxırıq ki, həmin bu əlifbada hansı müxtəlif hərflərdən istifadə edib. Bax, burada böyük A ilə kiçik A-nın, hətta böyük B ilə kiçik B-nin, böyük S ilə kiçik C-nin hər biri eyni bir simvol yox, ayrı-ayrı kodlaşır. Yəni, bunların hər biri böyük də və kiçik də ayrı-ayrı əlifbada kodlaşdırılır. Deməli, burada müxtəlif hərfləri izləyirik. Bax, burada 1, 2, B-dən 2 dənədir, 3, birini götürürük. C-dən baxırıq ki, böyük C-dən danışır, 4. Biz kiçik A-nı burada götürdüyümüzə görə artıq burada götürmürük. Və baxırıq ki, əvvəllərdə kiçik B-ni götürməmiş, amma böyük B-nin birini götürmüşük. Bu da olur 5. A-dan əvvəl götürdüyümüzə görə buradan da A-nı nəzərə almırıq. Deməli, burada, bu əlifbada bu 5 hərfli, 5 simvollu bir əlifbadır. 5 hərfli bir əlifbadır ki, həmin bu ifadə bu 5 hərflərdən, hansı ki, burada sağ tərəfdə göstərdim, bu hərflərdən təşkil olunur ki, böyük A, kiçik A, böyük B, böyük C və kiçik B. Gördüyünüz kimi 5 dənə. Deməli, burada bir simvolun informasiya həcmini biz tapmaq üçün yenə düşünməliyik 2-nin qüvvətləri içərisində 2 üstü 1, 2, 2 üstü 2, 4. Baxırıq ki, 4 5-ə yaxındır, tam hələ çatmır. 2 üstü 3 bərabərdir 8.
Deməli, biz bu 5 hərfli əlifbanın içərisindən 2 üstü 2 və 2 üstü 3 aralığına baxsaq, biz bu axırıncını götürürük. Yəni özü və özündən yuxarı olmalıdır. Yəni 8-in içərisində biz bu əlifbanı axtarmalıyıq. Bunun üçün də bizə 3 bit e, deməli, informasiya həcmi 3 bit təşkil etməlidir. Bunun da düzgün cavabı deməli B variantı oldu. Artıq suallar bitdi. Deməli, informasiyanın kodlaşdırılmasına aid bu cür fərqli tiplərə müraciət elədim. Əməyə qiymət olaraq kanala abunə olmağı və videoları izləməyi, like etməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.